Salam dostlar. Derslerimiz devam ediyor. Keçən dərsimizdə mən bildirmişdim ki, artıq bizim demək olar list view ekranımız hazırdır. Bizə lazım olan hissə isə artıq bir tərəfdə tıklayanda ikinci hissəyə daxil olmaq. Bunun üçün biz burada nədən istifadə edəcəyik? İlk öncə onu yazaq. Yazırıq binding və burada qeyd edirik list view. İçərisində də bizim on item click list. Baxın dostlar, mən on item click listerdən istifadə edəndə buradakı damanın tıklana biləcəyini bildirirəm. Və bunun üçün də ilk öncə yazıram adapter view və bunun içərisində də yazıram on item click lister. On item click listerdən istifadə edəndə mən bu cür formada da qeyd edə bilərəm. Amma bunun daha rahat forması lambda ilə kod yazmaqdır. Mən burada bəzəkli mötərizədən istifadə edirəm. Artıq burada da həmin hissəni qeyd edəcəm. Və bunları qeyd etdikdən sonra baxın dostlar, bu cür şəkildə yazmaq mənim üçün daha rahatdır. Çünki burada artıq mənim bütün məlumatlarım bax bu cür şəkildə qeyd olunur. Sadəcə bəzəkli mötərizə parent yazanda mənə bu lambda kodu ekranda göstərmiş olur və bundan rahatçılıqla istifadə edə bilərəm. Və bundan rahatçılıqla istifadə etdikdə artıq mən bir hissədən digər hissəyə də gedə bilərəm. Bir səviyyədən digər səviyyəyə getmək üçün biz hansı koddan istifadə edirik? Intentlərdən. Burada ilk olaraq intentimizi yazdırıq və həmin intentin vasitəsilə bir səhifədən digər səhifəyə daxil ola bilirik. Intent qeyd edək və içərisində mötərizə içərisində də gəlin burada kontekstini fərqli edək. Application context. Və ikinci olaraq da yazırıq details activity 2.java class. Class Java. Və buradakı start activity qeyd edək və içərisində intentimizi yazaq. Artıq biz bir hissədən digər hissəyə intent eləyə bilərik. Baxın mən burada həmin bu kodumuzu run eləyirəm. Görəcək ki, artıq biz hər hansı bir düyməni basanda baxın ikinci səhifə açıldı. Details ekranımıza daxil oldu. Yəni bizim demək olar, yəni kod hərəkətimiz, kod belə gedişatımız doğrudur. İndi isə bizə nə lazımdır? Kodun bir tərəfdən digər tərəfə dataların köçürülməsi. Bir tərəfdən digər tərəfə dataları köçürmək üçün dostlar, burada bir əmma var. Əsasən mən bunu yazdıqdan sonra daha yaxşı belə deyək siz başa düşəcəksiniz. İlk öncə mən burada bunu qeyd edeyim. Biz bir tərəfdən digər tərəfə data göndərmək üçün nədən istifadə edirdik? Intent put extra. Put extra vasitəsilə biz bir tərəfdən digər tərəfə dataları göndərə bilirdik. Burada yazıram information. İkinci olaraq da qeyd edirəm ki information list. Burada list information olmalıdır bizdə. Aha. Və bunun içərisindəki məlumatlar da bizə yazırıq ki position. Artıq bizim datalarımız bax bu kodun vasitəsilə bir tərəfdən digər tərəfə keçir. Lakin burada mənə bir əmma göstərir ki, sizin kodunuzda burada bir yanlışlıq var. Buradakı bizim, yəni pozisiyada olan, alt tərəfində olan burada elə bir belə deyək ki, o datalar digər tərəfə keçə bilmir. Bunun da keçə bilməmək səbəbi ondan ibarət ki, bizim information klassımız gərək serializable olsun. Biz bundan istifadə eləyəndə artıq bir tərəfdən digər tərəfə həmin dataları göndərə bilərik. Və burada mən main activity-yə daxil oluram. Bax gördüyünüz kimi put extra içərisindəki bax bu error artıq keçmiş olur. Və bunun vasitəsilə mən burada details ekrana daxil oluram və details ekranda həmin intenti almalıyam ilk öncə. Yazıram var intent və burada intent əmrindən istifadə. Intent əmrindən istifadə edəndə dostlar Java-da yəni get intentdir. Kod indi isə artıq intent yazaraq mən bu həmin kodu rahatçılıqla istifadə edə bilərəm. Ona görə də yəni demək olar ki, əsasən iş prinsipi ikisində də eynidir. Yəni ikisinin də yəni intenti almaqdır. Əsas fikri, yəni əsas iş prinsipi intenti almaqdır. Və burada da ona görə də mən burada bunu yazıram. Yazaq burada var belə bir şey olsun. Information qeyd eləyək və burada da belə bir şeydir. Intentimizi yazaq və bunun içərisində get extra və içərisində də olsun information və bunu da bildiririk ki, həqiqətən də bu information klassındandır. Və bundan sonra yazırıq binding qeyd edirik name text
Bu da bize versin information nokta name. Finding artık burada name tag, location text, bu da versin bize information location ve burada binding'i yazırıq location image view ve burada da set image research içerisinde de olsun information image. Artık dostlar bakın biz bunun vasitəsilə bir ekrandan digər ekrana dataları göndərə bildik. Və bu kodu run eləyək. İndi görəcəyik ki bizim rahatçılıqla artıq məlumatlarımız bir səhifədən digər səhifəyə keçmiş olacaq. Konsola tıkladım. Artıq bax görürsünüz konsolun məlumatları. Əlincə qalası tıkladım. Əlincə qalası məlumatları. Qız qalası tıkladım. Qız qalası məlumatları. Yəni artıq bir tərəfdən, bir səhifədən digər səhifəyə biz kodumuzu rahatçılıqla gətirdik. Yəni artıq main activity-dəki olan datalarımızı details activity içərisində göstərə bildik. Yəni bütün bir səhifədən digər səhifəyə belə deyək ki, dataların köçürülməsi bax bu prinsipdəndir. Siz hər hansı bir proqram yazsanız, əlavə bir proqram yazsanız, nədən istifadə edirsiniz edin. Yəni burada belə proqramlaşdırmada bir dənə prinsip var. Bu kodun yazılışı sadəcə bir cürdür. Yəni siz recycle view-nu öyrəndiniz. Yəni hər tərəfdə recycle view eyni qaydada yazılır. List view-nu öyrəndiniz. Hər tərəfdə list view eyni qaydada yazılır. Klassların yazılışı eynidir. Sadəcə sizə verilən şərtlər fərqli olur. Yəni bunun içərisində mən tutalım ki, şəkil göstərmək istəyirəm və yaxud da ki mən 3 dənə dama yox, 5 dənə dama bilmək istəyirəm və yaxud da üzərində hər hansı bir digər əməliyyat aparmaq istəyirəm. Yəni sadəcə fərqlilik bundan ibarətdir. Yəni bizim sadəcə uşaqlarımız, bəzi yoldaşlar kod yazmağı, proqramlaşdırma öyrənməyi özünə qəliz bilir. Lakin burada heç bir çətinlik yoxdur. Sadəcə kodları bu cür qaydada ardıcıl olaraq yazsanız, ardıcıl olaraq öyrənsəniz, baxın mən burada yazdığım kodları özünüz də dərsi bağlayın. Dərsi bağlayın. Videoya baxdınız. Bir dəfə məndən məsələn tutalım ki, bu proqramı yazdınız. Dərsi bağlayın. İkinci səfər özünüz yazın. Artıq ikinci səfər özünüz yazanda 1, 2 yavaş-yavaş məsələn tutalım ki, internetdən istifadə edin. Baxın, məsələn harda necə öyrənməyə çalışın. Məsələn necə? Yəni özünüz axtarış etməyi öyrənin. Yəni bunu necə yaza bilərəm? Orada onu necə edə bilərəm? Burada əlavə olaraq bu işi necə görə bilərəm? Bax özünüz üzərində işləyin. Onda daha çox inkişaf edəcəksiniz və daha sürətli kod yazacaqsınız. Əsas İş prinsipi list view'da bundan ibarətdir. Bundan sonraki dərsimiz olacaq artıq bizim recycle view ki, artıq recycle view'da bundan biraz qəlizdir. Yəni qəliz əslində elə bir qəlizlik yoxdur. Sadəcə kodları 1-2 dəfə çətinlik olacaq öyrənmək. Ondan sonra məsələn artıq 1-2 dəfə dərslərə baxandan sonra rahatçılıqla siz recycle view'da da istifadə edə biləcəksiniz. Bugünkü dərsimiz bu qədər. Gələn dərs görüşənədək. Sağ olun.